Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkəti. Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Verilişin təşkilatı dəstəyi Azərbaycan Gənclər İdman Nazirliyi. Salam, Avtostop efirdədir. Verilişimizin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı nümayəndəsi Performans Center'dir. Sponsorumuz Bakı Sığortadır. Avtomobilim elə Chevrolet avtomobilidir və o Bakı Sığortada kasko sığortalanıb və təşkilatı dəstək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə məxsusdur. Bugünkü Avtostopda çox maraqlı olacaq və siz bu Avtostopda biləcəksiniz. Bu günlərdə 65-155-ə gələn zənglərdən bir çoxu radara düşməklə bağlı suallardan əlavə həm də avtomobilin girovdan çıxarılması ilə bağlıdır. Ha, 2 dənə maşındır gözümdə. Biri burada, biri də karşıda. Ha, O tramvayda, buradan maşın sola dönmək istəyir. tramvaydadır üstünlük. Ha. Keçən dəfəki qorxulu, stresli dərs prosesindən sonra ümid edirəm ki, bugünkü dərsimiz bir balaca sakit keçəcək. Avtomobilinizin sığorta xərclərini azaltmaq üçün ərizənizdə onun bazar dəyərinin aşağı həddini göstərməlisiniz. Biz Akademik Əhməd Rəcəbli küçəsi ilə Təbriz küçəsinin kəsişməsindəyik. Bugün sürücüləri maraqlandıran bir mövzu var, nəqliyyat vasitəsinin girovdan azad olunması. Hətta avtostop.tv saytında biz girovdan azad məqaləsini yerləşdirmişik. Zaman-zaman bu məsləhətləri sizə verəcəyik ki, siz də saytdan faydalanırsınız. Amma əslində avtomobili girovdan necə azad eləmək olar və bu asanlıqla necə başa gələcək, onları bir-bir izah edəcəm. Bu günlərdə 65-155-ə gələn zənglərdən bir çoxu radara düşməklə bağlı suallardan əlavə həm də avtomobilin girovdan çıxarılması ilə bağlıdır. Əslində bu sadə bir prosesdir. Lakin nə üçünsə Azərbaycanda bu sadə prosesdən bizim sürücülər çətinliklə keçirlər. Nəqliyyat vasitəsinin girovla bağlı qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə nizamlanır. Azərbaycanda avtomobillərin girovdan azad olmasının iki xüsusiyyəti var. Bir, etibarnamə vasitəsilə nəqliyyat vasitəsinin alınaraq girova qoyulması. İkincisi isə kreditlə, məsələn siz Performans Center'dan nəqliyyat vasitəsi alırsınızsa, onun girova qoyulmasıdır. Gəlin biz birincidən, yəni etibarnamə əsasında nəqliyyat vasitəsinin əldə edilərək girova qoyulmasından danışaq. İlk olaraq nəqliyyat vasitəsinin girova qoyulmasından başlayaq. Bunun üçün sizə nələr lazımdır? Nəqliyyat vasitəsinin qeydiyyatı üçün 10 manat, qeydiyyat nişanı üçün 22 manat, nəqliyyat vasitəsinin texniki baxışı üçün 20 manat, qeydiyyat şəhadətnaməsi üçün 17 manat, mühərrikdən asılı olaraq yol vergisi, bankdan sənədlər, müayinə arayışı, qeydiyyat ərizəsi, hesab arayış, alqı-satqı müqaviləsi və şəxsiyyət vəsiqəsi. Bunu bir yerə yazın. Avtomobilin texniki pasportunun dəyişdirilməsi, girovdan azad olması sizə 17 manata başa gələcək. Lakin əgər avtomobilin texniki baxış müddəti çatıbsa, təbii ki, ora yol vergisi və texniki baxış xidməti də əlavə olunacaq. İndi isə siz əgər Performans Center'dan Chevrolet avtomobili alırsınızsa, onu girova qoyanda necə azad olunmalıdır, onu da izah edəcəm. Bir neçə müddətdən sonra isə sizin avtomobilin girovdan azad olunması mərhələsi başlayır. Girovdan azad etmək üçün sizə bir neçə sənəd lazımdır. Bankdan kreditin bitməsi ilə bağlı məktub, müayinə arayışı Dövlət Yol Polisi tərəfindən verilir. Texniki pasport üçün 17 manat, texniki baxış müddəti çatıbsa, texniki baxış rüsumu və yol vergisi. Maksimum 45 dəqiqədən sonra sizin avtomobil girovdan azad olunacaq. Qanunu bilin və heç kimə artıq ödəniş etməyin. Rüsumlar üçün qəbzlərin hər biri ayrı-ayrılıqda olmalıdır və heç kimə artıq ödəniş etməyin. Kimsə artıq ödəniş istəyəcəksə, onun üçün qəbz çek tələb edir. Bəzən bankın əməkdaşlarının da Dövlət Yol Polisi dairəsinə gəlməsi tələb olunur. Bu qanuna ziddir.
Əslində nəqliyyat vasitələrinin girovdan azad olması çox asan və ucuz bir prosesdir. Bilmirəm sürücülər nədən qorxurlar. Sizin sənədləriniz düzdürsə və bu sənədləriniz varsa, siz Dövlət Yol Polisinin imtahan qeydiyyat şöbəsinə yaxınlaşmaqla nəqliyyat vasitənizi 45 dəqiqə ərzində girovdan azad edə bilərsiniz. Və əgər siz girovdan azad olunma məqaləsini avtostop.tv saytında oxusanız, dediklərimin yazılı formada sübutlarını da əldə etmək mümkündür. Avtostop.tv saytına daxil olun, dediklərimi yazılı formada çap edin, gedin nəqliyyat vasitənizi girovdan azad edin. Hə, 2 dənə maşındır gözümdə. Biri burada, biri də Hə, Bu tramvaydır, burada maşın sola dönmək istəyir. tramvaydadır üstünlük. Hə. Keçən dəfəki qorxulu, stresli dərs prosesindən sonra ümid edirəm ki, bugünkü dərsimiz bir balaca sakit keçəcək. Avtomobilinizin sığorta xərclərini azaltmaq üçün ərizənizdə onun bazar dəyərinin aşağı həddini göstərməlisiniz. Biz Akademik Əhməd Rəcəbli küçəsi ilə Təbriz küçəsinin kəsişməsindəyik. Siz bizdən hədiyyə qazana bilərsiniz. Sadəcə 8155-ə hamıdan tez verəcəyim sualın cavabını göndərmək lazımdır. Diqqət, sual. Bu nişanın mənası nədir? Düzgün cavabı hamıdan tez SMS-lə 8155-ə yolla və hədiyyə qazan. Bizdə hamı ədalətli cəmiyyətdə yaşamaq istəyir. Hamı istəyir ki, hər şey yaxşı və rahat olsun. Lakin heç kim bu rahatlığı və yaxşılığı özü öz ətrafında yaratmır. Məhz bu sürücü kimi. Bu sürücü tipik mədəniyyətsiz sürücüdür. Onun yanındakı ağ rəngli avtomobilin sürücüsü də mədəniyyətsizlikdə ondan geri qalmır. Onsuz da dar olan yolda biri ikinci zolaqda, qarşımızdakı sürücü isə üçüncü zolaqda avtomobilini saxlayıb. Özü də düz döngənin yaxınlığında. Bu tipli mədəniyyətsiz sürücüyə görə biz əziyyət çəkirik. Hələ bu tipli şəxslər bir də görürsən, avtostopa zəng edib haqsızlıqdan və ya yol polisindən danışırlar. Özlərinə umac ola bilməyən, amma yol polisinə ərişdə kəsənlərdir. İkinci hadisə də eyni tiplidir. RUR 225 kimi 90 CM 470 düz döngədə avtomobilini saxlayır. Baxmayaraq ki, bizə baş yol nişanı var. Baxmayaraq ki, arxadan gələn var. Baxmayaraq ki, bir döngə o yana yol polisi var. Bu 90 GM 470-i narahat etmir. Ona görə narahat etmir ki, o qorxmaz bir cəngavərdir. Özdə qanunu, qaydanı, təhlükəsizlik vecinə almayan cəngavərdir. Tutaq bu müştəri qismində əyləşən cavan oğlanlar tələsirlər. Amma kim zəmanət verib ki, tələsən təndirə düşməyəcək? 90 GM 470 belə məsuliyyətsizliyinə görə arxadan zərbə ala bilər. Lakin o hələ bunu anlamır. Biz hər gün radioda və hər həftə televiziyada danışırıq ki, sürücülərimiz məsuliyyətli olsunlar. Məsuliyyətli olsunlar ki, həyatlarını və digər şəxslərin həyatlarını qorusunlar. Bu hadisədə isə nəinki qorumaq, heç qorunmaq belə yoxdur. Ağ rəngli avtomobilin taksi sürücüsü bizi sıxır və soldan sağa dönmə işıqlarını yandırmadan manevr edir. Bakıda baş verən hadisələrin bir çoxu məhz bu manevrə görə yaranır. Sağdakı düşünür ki, o sağdadır və üstündür. Soldakı isə nə olsun soldayam, sağa oppana bilərəm eşqi ilə alışıb yanır. Bu səhv manevr həmçinin sürücülərimizin strateji yerləşməni bilmədiklərinin göstəricisidir. Yəni, sən bir sürücü kimi bilirdinsə sağa gedəcəksən. Sənin sol kənar zolaqda nə işin var?
sarı işığı yanıb sönən zaman hərəkət üstünlüyü kimdədir? Stabalı yarım sönən işığı, Sarı hərəkət. işıq yanıb sönür, görürsünüz? Hə. Hərəkət üstünlüyü kimdədir? Hansı tərəfdədir? Hə, 2 dənə maşındır gözümdə. Biri burada, biri də Hə, Bu tramvayda burada maşın Ha. sola dönmək istəyir. tramvaydadır üstünlük. tramvaydadır. Hə. Svetoforun sarı işığı yanıb sönürsə, Bəli. üstünlük kimdədir? Hansı tərəfdə üstünlük? Orada üstünlük yoxdur. Sadəcə o tam orada sarı işıq üstünlük hesab olunmur. Nə ifadə edir? Qırmızı işıq dayanmaqdır, yaşılcı tam keçməkdir. Sarı işığı ona görə eləyirlər ki, orada keçiddir. Sarı işıq ümumiyyətlə yolun keçidini nizamlayan işıqdır. Şəhərdə var, sarı işıq ancaq yanıb sönür. Bu nə ifadə edir? Bax, burada da eyni ifadə edir. Yəni bütün orada əgər xüsusi avtomobil vasitələrinin idarəsi varsa da belə, onda o məsələn sərnişin daşımazsa belə ona yol verilməlidir. Əgər svetoforun sarı işığı yanıb sönərsə, hərəkət üstünlüyü kimdədir? Hərəkət Aha, bax, hər iki tərəfdə maşın var və sarı işıq yanır, sönür. əlbəttə mənim. Balaca maşında. Yox, balaca maşında, hə. Burada Çünki gözləmə onundur. gözləmə olur. Toysi yol bunundur. Yol bunun. Əgər svetoforun sarı işığı yanıb sönərsə, hərəkət üstünlüyü hansı tərəfdə olur? Yanıb sönərsə hərəkət üstünlüyü, əlbəttə yanıb sönürsə hərəkət üstünlüyü gözləməlidir də Kim avtobus. kimi gözü? Bu balaca maşın var, bir tramvay. Deməli o balaca maşın gözləməlidir. Keçməlidir tramvay. Bəli, bəli, bəli. Svetoforun sarı işığı yanıb sönəndə hərəkət üstünlüyü hansı tərəfdə olur? Qlavını da olur da. Qlavlı kimdə indi burada? Balaca maşın yoxsa tramvaydır? Qlavını tramvay. Birinci tramvay keçir, sonra maşın. Düzü? Aha. Oldu. Svetoforun sarı işığı yanıb sönəndə hərəkət Xəbərdarı. hansı tərəfdə olur? Hərəkət üstünlüyü baş yol idarəsi işarəsi var və sağ tərəfi. Düzünə icazə yox sağa. Sağa. Bunlardan hansındadır hərəkət? Bunlar da tramvayda. Tramvayda. Svetoforun sarı işığı yanıb sönürsə hərəkət üstünlüyü hansı tərəfdədir? O tramvaydırsa tramvaya dəxli yoxdur axı. Tramvay keçməlidir. Tramvay keçir. Əgər svetoforun sarı işığı yanıb sönürsə hərəkət üstünlüyü hansı tərəfdədir? Maşındadır, tramvaydadır. O marşruta tramvaya verilməlidir. Birinci tramvay keçir. Birinci tramvay Yol keçmir. sağındayım. Yenə də sağda. Bu tərəfdən yoxsa Baxın, svetoforun sarı işığı yanıb sönür və bu tərəfə keçməlidir. Hansında da hərəkət üstünlüyü? Tramvaydadır yoxsa maşında? tramvayda. Tramvay. Nəyə görə? Tramvayın keçid üstünlüyü var ona görə. Aha, çox sağ olun. Svetoforun sarı işığı yanıb sönəndə hərəkət üstünlüyü hansı tərəfdə olur? Bu tramvay, balaca maşın. Hərəkət üstünlüyü hansı tərəfdədir? Tramvay çatdırmayacaq da qoy balaca maşın getsin. Ha, elə biz qoyaq getsin hə. Aha. Hə, o qayda qanun yoxdur. Bizdə nə də qayda qanun var ki, onda olsun. Niyə elə deyirsiniz? Siz qayda qanunlara riayət eləmirsiniz? Hər şey mənimdir bəyəm. Bir dənə siz, bir dənə mən, bir dənə Mən o. çalışdığım qədər eləyirəm, amma ki Svetoforun sarı işığı yanıb sönəndə hərəkət üstünlüyü hansı tərəfin olur? Yanıb sönəndə burada Tramvay, tramvay keçir, deməli. balaca maşın. Kimdə olur hərəkət üstünlüyü? Sarı yanıb sönür, yəni bu Yanıb sönür. sarı yanıb sönəndə indi bilmirəm də yaşıla keçir yoxsa pastayan da sarıdır burada. Pastayanı sarı yanıb sönür. Belə yerlər. Bu yolda bu əsas yol bunun yoludur. Yəni burada baş yoldur bu gözləməlidir. Tramvay gözləməli. Bəli. Bu yol baş yoldur çünki. Svetoforun sarı işığı yanıb sönürsə, hərəkət üstünlüyü kimdədir? Yəni göy maşındır yoxsa tramvay? Tramvayda həm hörmətli nəqliyyatdır tramvay. Tramvay ara düz gedir. Tramvay yolu. Yoxsa tramvaya yol verir arasında. Niyə? O tramvayda onu necə saxlayacaq? Tramvayı saxlamağı ki, o biristində o tormoza basmalıydı tramvay.
Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkəti. Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Verilişin təşkilatı dəstəyi Azərbaycan Gənclər İdman Nazirliyi. Tapşırığımız daha doğrusu parking manevr olduğuna görə özümdən yaxşı şeylər gözləmirəm. Səma xanım həyatında birinci dəfə maili parkovka etdiyinə görə ondan lap yüksək səviyyə gözləmirəm. Parkingdə ona görə özümə inanmıram ki, mən qadınam. Səma bütün yeni sürənlərin səhvlərini, xırda səhvlərini edir, bunlar düzələcək. Əksini sübut etməyə çalışıram, amma parking məsələsində heç cür əksini sübut edə bilmərəm. Çünki bu artıq həkimlərin təsdiqidir ki, xanımlar parking edə bilmirlər. Agil müəllim, keçən dəfəki qorxulu, stresli dərs prosesindən sonra ümid edirəm ki, bugünkü dərsimiz bir balaca sakit keçəcək. Nə öyrədəcəksiniz mənə bugün? Səma xanım, keçən dəfə ekstremal, məsəl üçün, şəraitdə maşın sürmək öyrətdik. Onu deyim ki, mən onu tələbələrə elə siz düzgün qeyd elədiniz, onu o dəqiqə öyrətmirəm. Çünki onu o dəqiqə öyrədəndə sizin kimi yeni sürən maşından qaçmaq istəyir. Ona görə bunu sonradan öyrədirik. İndi isə biz çox sakit bir vərdişi öyrənəcəyik. Yəni, diagonal, maili park etməni öyrədəcəyik. Bir kəlmə sizə deyim ki, Səma xanım, yollarda diagonal, maili parkovka etmək qadağandır. Yəni, maşınlar bir sıra elə bil ki, yolun qırağında durmalıdırlar. Yox, xüsusi lövhəciklər varsa, həmin lövhəciklərdə necə varsa elə durmaq lazımdır. Və o lövhəciklərin içində maili parkovka yoxdur. Bəs harada biz bunu tətbiq edə bilərik? Deməli, yol ciblərində, ramstorların qabağında. Və yaxud da ki, artıq avtomobillər bu cür parkovka edirlər. Xeyr. Əgər avtomobillər yol qırağında düzgün olmayaraq maili parkovka ediblərsə, icazə olmadan, siz onlar kimi dayana bilməzsiniz. Ola bilsin ki, evakuator məhz sizin maşına aparsın. Bax, belə cavabdır. Oldu mu? Yol ciblərində və dükanların yanında ayrıca bir sahələr olanda. Bax, biz yaxınlaşırıq. Deməli, dönmə işıqlarını artıq yandırmışıq ki, arxadakılar başa düşsünlər ki, biz niyə yavaş gedirik. Səma xanım, həmin o dayanan maşınlara çox yaxın getmək olmaz. Niyə? Arxaya verərlər. Həm də ki, nə qədər darlıq varsa da, məsəl üçün, nə qədər dardısa maşınların arasında məsafə, o qədər bir balaca aralı olmalısınız. Yaxından siz ora daxil ola bilməyəcəksiniz. Bundan sonra dönmə işıqlarını yandırırıq, sağ güzgülərdən işləyirik. Çünki biz dönəndə bizlə həmin parkovka arasında motosikletçi və yaxud maşın keçə bilər. Düzdürmü? Ondan sonra həmin parkovkaya çatanda, yəni iki maşının arasında, düzdürmü? Bir anlığa biz dayanırıq və baxırıq ki, biz oraya yerləşirik yoxsa yox. Çünki ola bilər yerləşməyə. Əgər yerləşmirik, gedirik yenə də axtarmağa. Yox, yerləşiriksə bizim deməli hərəkətlərimiz necə olmalıdır? Yeni sürənlərin birinci səhvi odur ki, onlar bax belə parkovka yeri gördükdə maşını həmin o iki maşının düz arasına, bax beləsinə, düz arasına salmaq istəyirlər. Və bu zaman içəri girdikdə sağ maşını görürsün, sağ maşını. Mütləq ona dəyəcəklər. Bu düzgün hərəkət deyil. Bəs necə olmalıdır Səma xanım? Biz özümüzü ortaya yox, soldakı maşının arxa barasına yönəldirik ki, haradasa metrə yarım qalanda, 1 metr qalanda, ondan sonra biz rulu hərləyirik sağa və maşın çox gözəl həmin o maşınların arasına oturur. Və bu zaman biz artıq sağ maşının sol böyrünü vurmuruq, fikir verin sağa. Və ondan sonra sükanı düzəldirik, diqqətlə sükanda manevr edə bilirik və maşını saxlayırıq. Burada bir söhbət gedir. Maşının arxası o biri maşınlardan çox yola çıxmamalıdır. Hansı maşının arxası yola daha çox çıxırsa, onun da arxasına aparacaqlar hadisə zamanı. Bəs çox yaxın da verəndə ola bilsin ki, biz səkiyə vuraq. Burada yol nətərdir? Nə eləmək olar ki, biz səkini də vurmayaq, amma maşının da arxası olmasın. Yanımızda duran maşınlara baxırıq. Əgər təxminən bizim maşının qabaritli maşın durubsa, onun orta stoykası, bax, bizim maşının orta stoykası yanımızda duran maşının orta stoykasına paralel olmalıdır. Tutaq ki, orada böyük maşın durub və biz bilmirik də ki, dəyərik ya yox. Burada iki variant var. Birinci variant,
düşüb sakitcə baxırsınız. Yenidən sükana əyləşirəm. Sükana əyləşirsiniz. Bu daha yaxşıdır. Nəinki maşını vurandan sonra peşman olmaq. İkinci variant. Qaydalar deyir ki, parkovka zamanı əziyyət çəkəndə kənar şəxslərin köməyindən istifadə etmək lazımdır. Sizə bir sir açım, Səma xanım, bizim kişilərdə. Məsələn, orada kimsə durub da, düzdürmü? Siz ona müraciət etməsəz, o hesab edəcək ki, sizin ona ehtiyacınız yoxdur. Və ona görə siz maşını vursanız, o sizə kömək eləməyəcək. Amma siz pəncərəni açıb, desəz ki, qardaşım, bir baxın, görün, kömək eləyin, o hər şey sizə eləyəcək. O sizi bacı sayacaq və hər şey eləyəcək. Utanmayın kömək istəməkdən. İlk vaxtlar qadınlar utanırlar kömək eləyir. Kömək tələb edirsiniz, qardaş, bir bax gör dəymir. O sizə parkovşidən qat çox kömək eləyəcək. Yəni, bu bizim kişilərin mentalitet xüsusiyyətlərindən biridir. Gəldi, yandıq, maşını keçirtdik, getdik. Axı bunun çıxardılması da var. Səma xanım, gəldik, oturduq maşına. Sağa sola meyilləndirmədən revers hissəsinə qoyuruq. Bundan başqa axı maşının arxasında insanlar ola bilər. Düzdürmü? Parktonik olsa ilk vaxtları yaxşıdır, Səma xanım. Sol güzgəyə baxırıq, orada insan ola bilər. Arxa güzgəyə baxırıq. Birinci arxa güzgəyə, Səma xanım. Arxada insan ola bilər. Sonra sağ güzgəyə baxırıq. Sonra mütləq könüb baxırıq. Niyə gəlir? Bu güzgülər deməli arxadakı vəziyyəti göstərir. Ancaq əsas problem hardan gəlir bilər? Sağdan. Ora baxmasanız bizi vurarlar. Başımızı çövürürük, yavaş-yavaş maşını çıxardırıq. Nə boyda olmalıdır bu geri vermələr? Çox böyük olmamalıdır. Çünki siz sağa baxanda soldan insan gəlir. Mərhələlərlə. Bu mərhələlər haradasa sıxlıq çox olduqda 20-30 sm, sıxlıq yolda az olduqda 30-40-50 sm-dən artıq olmamalıdır. Bizim avtomobilin sağ tərəfi, orta stoykası, sağdakı avtomobilin sol arxa farasını keçməmiş, artıq keçmişik. Bizim ixtiyarımız yoxdur. Yəni, iki şərt var. Deməli, sağ şərt artıq var. Yəni ki, orta stoyka yanımızdakı avtomobilin sol arxa farasını keçib. Yəni, bu şərtə görə döndərə bilərdik. Ancaq soldakı şərt hələ yerinə yetirilməyib. Yenə də sol güzgəyə baxırıq, arxa güzgəyə baxırıq. Monitorumuz varsa, Allah sizə qismət eləsin maşın olanda, monitora baxırıq, çox rahatdır. Ondan sonra sağa çevrilirik və avtomobili geri veririk. Siz hiss elədiniz ki, bizim avtomobilin sol qabaq farası artıq solda dayanmış avtomobilin sağ arxa farasından çıxmışdır. Deməli, biz artıq avtomobilin sükanını hərləyə bilərik. Bəs ha tərəfə hərləmək lazımdır. Keçən dəfə parklanma zamanı mən sizə dedim, avtomobilin arxasını siz hara yönətmək istəyirsinizsə? Onun əksinə? Yox. Geri gedəndə avtomobilin arxasını hansı tərəfə yönətmək istəyiriksə, biz isə indi avtomobilin deməli, arxa hissəsini səkiyə tərəf yönətmək istəyirik. Həmin tərəfə də sükanı hərləyirik. Düzdürmü? İndi nə edirik? Dönmə işıqlarını sola yandırırıq. Axı, bu dəqiqə təkərlər əyridir. İki dövrə biz təxmini deməli, sükanı düzəltdik, amma biz 100% deyə bilmərik maşın düz gedəcək. Bunu bilmək üçün qəflətən, bəzi yeni sürücülər kimi səhv etmirik, qəflətən qazı vermirik, bir balaca maşını buraxırıq, görürük, düz gedirmi? Düz getmirsə bir balaca düzəldirik. Sol güzgülə işləyirik, güzgülərlə işləyirik, hərəkətimizə davam edirik və xatasız olaraq parklanma deməli, prosesini yerinə yetiririk. Bax belə, qaldı yalnız sizin bunu düzgün eləməyiniz. Yenə mən başı bəlalı park etmək, yenə mən işə başlayıram. Allah sizə köməyiniz olsun. Sağ olun. Gör nə gözəl torumuz verir. Yox, mən deyirəm ki, mən çox gəlmişəm. Nə eləyərdiniz indi, belə danışaq? İndi eləmək istəyirəm ki, mənim avtomobilimin solu öndəki avtomobilinin arxa sağ farasına yönəlməlidir, amma mən əksinə eləmişəm. Yox, siz əksinə eləməmişsiniz, siz artıq eləmişsiniz. Yəni, siz artıq özünüzü avtomobilin sağ geri arxa farasından da sola vermişsiniz. Hə, geriyə verməliyəm. Yox, geriyə verməlisiniz, çatacaq. Sükanı fırladım. Mama yoxdur, amma mama bəyənərdi olsaydı burada, yaxşıdır. Çünki mamadır. Birinci səni pis eləmədi.
Yo, mən əvvəldən gördüm ki, mən yol gələndə çox qıraqdan gəldim və gec döndüm. İndi sükanı düzəldirəm və yavaş-yavaş tormuzu buraxıram ki, dümdüz çıxım arxaya. Reversdə də deyə düz çıxacam. Şərtlər nə? Hələ, deməli, şərtlər o idi ki, sağ tərəfdəki avtomobilin düz ortası stayakına mən ötməliyəm. Amma bu hələ mənə garantiya vermir ki, mən düz çıxacam. Amma sol tərəfdəki faradan tamamilə olmasa da uzaqlaşmalıyam. Biraz uzanırıq arxaya. Deyəsən, düz yandırmışam dönmə işıqlarını, dönməliyəm, sükanı tam döndərməliyəm. Heç olmasa drive-a keçirdəcəksən? Hə, keçirdəcəm. Reversdə getməyəcəm. Aha, indi qazı buraxıram. Yox axı. Dön, nə olar dön. Nə olar, vurul, dəymə. 2 saat yolda mən belə fikirləşsəm, xoşbəxtəm. Təlimim mənə elə gəlir ki, babat keçdim. Çünki mən hər şeyi həyata keçirdəndən sonra başa düşdüm ki, sən demə mən qabuluqda eləmişəm. Amma biz həmişə demişik və deyəcəyik ki, xanımlar təlimdə olarkən, ümumiyyətlə sürücülüyə başlayarkən bir müddət qabluqsuz məst ayaqqabılar geyinməlidirlər. Səma tapşırığımı yeni sürən sürücü üçün, birinci dəfə parkovka edən sürücü üçün normal yerinə yetirdi. Tapşırığı mənə elə gəlir ki, yenə də 50-60% eləyə bildim. Böyük prinsiplərimə sadiq qalaraq avtomobili vurmadım. Tam axırda mən başa düşdüm ki, mən dönmə işıqlarını həmişəki kimi gec yandırmışam, güzgülərə baxmamışam, üstə gəl, mənə hiss edirəm ki, qorxu yaradan həm də Aqil müəllimin mənim yanımda olması mənə zəhlin verir. Səmanın əsas səhvləri dönmə işıqlarını yaddan çıxartması idi və təcrübəsinin az olmağı idi. Gələn həftə şəhərə çıxıram, yenə də məni tək meydana buraxırlar. Səmanın ən böyük üstünlüyü onda idi ki, baxmayaraq ki, birinci dəfədir parkovka edirdi, hər halda o maşını başqa şərti maşınlara vurmadı. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkəti. Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Verilişin təşkilatı dəstəyi Azərbaycan Gənclər İdman Nazirliyi. Kasko sığortanı almaq üçün sığorta kompaniyasına müraciət edərkən nəzərə alın ki, sığortanın dəyərinə təsir göstərən amillərin heç də hamısı dəqiqliklə göstərilməyib. Kasko sığortanın dəyərini müəyyən edən bəzi mühüm amillər var ki, onlar bizim özümüzdən asılıdır. İlk olaraq, məsələn, hansı sığorta şirkətini seçmək lazımdır və nə üçün? Bakı sığortada sığortalanmaq ilk növbədə sürücülərə əminlik, arxayınlıq, sığorta ödənişlərinin ödənilməsində zəmanət verir. Bakı Sığorta ilk dəfə olaraq bu il yeni layihəni gerçəkləşdirdi. Bu turbokart layihəsidir. Turbokart layihəsi ilə müştərilər heç bir ilkin ödəniş etmədən öz avtomobillərini sığortalaya bilərlər. Və üstəgəl Partnyor Bank tərəfindən 5000 manata qədər 9,69%-lə kredit əldə etmək imkanından yararlanacaqlar. Bakı Sığortada sığortalanan hər bir müştəri əgər Allah göstərməsin hər hansı bir hadisəsi olarsa, əvzedici avtomobillə təmin olunması, nəqliyyat hadisəsi zamanı pulsuz evokasiya ilə həmin nəqliyyatın oradan evokasiya olunmasını və dövlət yol polisi sənədlərinin toplanmasına köməkliyi göstərir.
Bu cür əlverişli amillərdən biri sizin avtomobilinizin markası və modelidir. Avtomobil nə qədər ucuz olarsa, onun qaçırılma ehtimalı da bir o qədər az olur və təmiri kifayət qədər az vəsait tələb edir. Müvafiq surətdə onun sığorta tarifi də aşağı olur. Adətən sığorta kompaniyaları kasko sığorta polisinin qiymətini müəyyənləşdirərkən avtomobilin dəyərinə əsas orientir kimi baxırlar. Lakin söhbət xeyli müddət istismar olmuş avtomobildən getdikdə, adətən onların bazar dəyəri müxtəlif olur. Avtomobilinizin sığorta xərclərini azaltmaq üçün ərizənizdə onun bazar dəyərinin aşağı həddini göstərməlisiniz. Burada avtomobilin buraxıldığı il də rol oynayır. Həmin il nə qədər çoxdursa, sığortalanmanın dəyəri bir o qədər də böyük olur. Bəziləri belə bir fənd işlədirlər. Onlar bir sığorta kampaniyasının digəri ilə həmin kampaniya ilə rəqabət aparan sığorta kampaniyası ilə dəyişirlər. Belə hallarda bəzi sığorta kampaniyalarının sığorta olunanlar üçün müəyyən etdiyi güzəşt 10%-ə çata bilər. Əgər sizin avtomobili zəmanətli təmirdən çıxıbsa, siz yol nəqliyyat hadisəsindən sonra onu hansı avtoservisdə təmir etdirəcəyinizi özünüz seçə bilərsiniz. Lakin bu cür kasko sığortası sizə 20% baha oturacaq. Yeri gəlmişkən Bakı sığortanı seçsəniz, onların da özünün rəsmi servisləri var ki, keyfiyyətli surətdə avtomobillərinizi təmir etdirə bilərsiniz. Bakı sığortada sığortalanan bütün avtomobillər, əgər avtomobil qarantiyalıdırsa, onda onu mütləq qarantiya olunan servisə göndərilir. Əgər avtomobil qarantiyalı deyilsə, Bakı sığortanın təqdim etdiyi, özünün təklif etdiyi avtoservisdə təmir olunur. Həmin avtoservisdə bütün ehtiyat hissələrinə zəmanət verilir. Sığorta müqaviləsində ziyanın sığorta kampaniyası tərəfindən ödənilməyəcək hissəsinin məbləğini nəzərdə tutulan franşiza müəyyən edilə bilər. Bir qayda olaraq bu $100 $500 arasında olan konkret məbləğdir. Əgər yol nəqliyyat hadisəsi zamanı avtomobilə dəyən ziyanın həcmi həmin məbləğin hüdudlarından kənara çıxmırsa, onda avtomobilinizi təmir etdirmək sizin öhdənizə düşür. Amma avtomobilə dəyən ziyanın həcmi böyük olsa belə, sığorta kampaniyası ziyanın məbləğinin hamısını ödəməyəcək. Franşiza məbləği ziyanın ümumi məbləğindən çıxılacaq. Franşizadan istifadə sayəsində sizin qənaət etdiyiniz vəsait sığorta dəyərinin 7%-dən 30%-nə qədər məbləğ təşkil edir. Amma franşizadan istifadə edərkən unutmayın ki, bu zaman ziyana görə müəyyən məbləği özünüz ödəməli olacaqsınız. Sığortanın dəyərinə təsir göstərən başqa amillər də var. Məsələn, digər əmlakın sığortası zamanı güzəştlər, avtomobilin gecə vaxtı qarajda və ya mühafizə olunan avtomobil dayanacağında saxlanması və s. Bütün bu amillərdən düşünülmüş şəkildə istifadə etsəniz, avtomobilinizi layiqincə və sərfəli şərtlərlə sığorta etdirə bilərsiniz. Sizə sərfəli sığorta lazımdırsa, o zaman düşünmədən və çəkinmədən Bakı sığortaya müraciət edin. Çünki elə mənim də avtomobilim Bakı sığortada sığortalanıb. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkəti. Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Verilişin təşkilatı dəstəyi Azərbaycan Gənclər İdman Nazirliyi. Əziz dinləyicilər, yeni Chevrolet Aveo şəhər daxili rejimdə 7,1 litr, qarşıq rejimdə 5,5 litr, şəhər kənar rejimdə isə 4,6 litr yanacaq sərf edir. Hökümən, bu Chevrolet Aveo doğrudan bu qədər benzin yandırır? Buna inan Rəhman. İstəsən, gedib yoxlaya da bilərik. Hətta yoxlaya da bilərik. Onda yoxlayaq da. Getdik. Hökümən, siz daha yaxşı bilərsiniz. İndi uzaq səfərə gedirik, bu yol gedib gələcəyik. Nəyə baxmaq, nəyə nəzarət etmək lazımdır maşında? Əgər nəzərə alsaq ki, bu avtomobil Performans Centerdə texniki baxışdan keçib, bizə ancaq təkərlərin təzyiqini yoxlamaq qalır. Onda gedək təkər təmiri məntəqəsinə, təkərləri yoxlatdıraq, təzyiqi yoxlayaq, sonra gedək səfərə. Buna ehtiyac yoxdur. Bu avtomobildə xüsusi kompresor var. O kompresorun köməyi ilə biz təzyiqi tənzimləyə bilərik. Hökümən, bəs təkərin təzyiqi nə qədər olsun? Bu haqda məlumat qap çərçivəsində var. Əgər biz qənaətçil sürüş etmək istəyiriksə, onda ekonomi seçməliyik. Hökümən, bəs hansı benzindən istifadə edək? 93 yoxsa 95? 92. 92? Bəli. Onda tam çən 92 ilə, qardaş.
əsasən çalışmaq lazımdır ki, dövrlər sayı 2.5-dən yuxarı qalxmasın. Onda daha səmərəli olur da mən. Onda daha səmərəli olur. Həm mühərrik üçün bu faydalıdır, həm də yanacaq sərfiyyatı aşağı olur. Ondan əlavə sürərkən planlı sürmək lazımdır. Artıq qaz və artıq tormuz vermək lazım deyil. Nə qədər artıq qaz və ya tormuz versən, o qədər yanacağın sərfiyyatını artıracaq. Manevr qabiliyyəti gözəldir. Şəhər daxilində olduğu kimi, şəhər kənarı yollarda da özünü yaxşı göstərilir. Benzin sərfiyyatına da söz olacaq. Çünki 100 kilometrə Chevrolet Aveo cəmi 4,4 litr benzin yandırır. Daha dəqiq biz yanacaq doldurma məntəqəsində yoxlayarıq. Qaydanda bir daha yoxlayacaq. Bir daha. Lap yaxşı yoxlayarıq. Deməli belə Elçin müəllim, demək olar ki, bizim gözləntilərimiz özünü doğrultdu. Yeni Chevrolet Aveo şəhər kənarı yollarda özünü əməlli başlı göstərdi. 190 kilometrə 9,1 litr benzin. Bu ümumilikdə 100 kilometrə nə qədər edir? Təqribən 4,8. Bu deməkdir ki, bizim avtomobillər ekonomikdir. Bu da böyük bir uğurdur. Təbrik edirəm. Sağ olun. Çox sağ olun. Gedə bilərik? Getdik. Mənim əlimdə Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının İşıqlı Həyat layihəsi çərçivəsində işıq qaytarıcıdır. Bu işıq qaytarıcılar sutkanın qaranlığı və günün məhdudiyyətli görünmə şəraitlərində sizin yolda qorunmanıza xidmət edir. Kiçik bir bağlamadadır, bunu gəlib bizdən götürə bilərsiniz. 150 metr məsafədən bu işıq qaytarıcılar işıqları geri qaytarırlar. Bax, kiçik bir qaytarıcıdır, işıq qaytarıcıdır. Bunu çirkli halda istifadə etmək olmaz. Yəni, əgər bunun üzəri batıbsa, onu mütləq ya təmizləmək lazımdır, ya da başqası ilə dəyişin. Bizdə çoxdur, biz sizə bu işıq qaytarıcıları verə bilərik. İkinci bir məqamı diqqət edək, bunu əlinizdə tuta bilərsiniz, üzərinizə bərk edə bilərsiniz, çantanıza bərk edə bilərsiniz. Gecə vaxtı sutkanın qaranlığı məhdudiyyətli şəraitində yolu keçərkən bu işıq qaytarıcılar mütləq üzərinizdə olmalıdır. Niyə görə üzərinizdə olmalıdır? Mən sizə izah edim. Çünki 150 metr məsafədən bu işıq qaytarıcılar işığı geri qaytarır. Sürücü əgər diqqətsiz olarsa və ya siz bəlkə elə qara geyinmişsiniz, o zaman sizi görəcək. Görmə məhdudiyyətli, əlin insanlar üçün də bu işıq qaytarıcılar lazımdır. Çünki onlar da sutkanın qaranlıq vaxtında yolu keçirlər. Yolu keçdiyiniz zaman işıqlı həyat layihəsi çərçivəsində yolda görünün, qaranlıqda görünün. Bax, bu Gənclər İdman Nazirliyinin yeni layihəsidir. Biz də o layihəyə dəstək oluruq. Salam. Biz Akademik Əhməd Rəcəbli küçəsi ilə Təbriz küçəsinin kəsişməsindəyik. Bu yol ayrıcı əlavə seksiyası olan svetoforla nizamlanır. 76-cı maddə deyir, svetoforun əsas seksiyasında qırmızı işıq yanırsa və yaxud sarı işıq yanırsa və bu zaman svetoforun əlavə seksiyasında yaşıl oxçuq yanırsa, həmin yaşıl oxçuq istiqamətində biz hərəkət edə bilərik. Ancaq bu zaman qalan tərəfdən gələn avtomobillərin biz yol verməliyik. Onlarda üstünlük var. İndi bunların hamısını biz sizə praktikada göstərəcəyik. İndi biz Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsinə Akademik Əhməd Rəcəbli küçəsi tərəfdən yaxınlaşırıq. Qabaqdakı svetoforun, deməli, bayaq gördüyünüz kimi əlavə seksiyası var. Bu tərəfdən yanan əlavə seksiyalı svetofor bir neçə variantda yanır. Deməli, əsas seksiyada qırmızı, əlavə seksiyada yaşıl oxçuq. Bu birinci variant. Əsas seksiyada qırmızı, əlavə seksiya işləmir. Onda biz sağa gedə bilmərik. Sağa oxçuq göstərən əlavə seksiya
deməli bu zaman biz gedə bilmərik. Bir variant da var, əsas seksiyada da yaşıl yanır və əlavə seksiyada. Deməli, əlavə seksiyada yaşıl yananda və əsas seksiyada yaşıl yananda biz o dəqiqə deməli yol ayrıcına daxil ola bilərik və bizdə üstünlük var. Məsələn, bu dəqiqə əsas seksiyada da yaşıl işıq yanır və əlavə seksiyada da bizdə üstünlük var və biz qarşıdan heç kim dönə bilməz. Çünki bu dəqiqə qarşı tərəfdəki svetoforda deməli qırmızı işıq yanır. Həm əlavə seksiyada, həm əsas seksiyada. İndi biz Təbriz küçəsindən bu kəşməyə yaxınlaşmışıq. Geriyə dönəcəyi sol zolağa tutmuşuq. Əsas seksiyada da yaşıl yanır. Əlavə solu olan oxçuqda da yaşıl yanır. Bu o deməkdir ki, biz üstünlüyə malikik və biz geriyə qaydanda biz heç kimə yol vermədən sağdan maşın olmayacaq. Çünki o dəqiqə, bu dəqiqə onlarda qırmızı yanır. Heç əgər maşın olsaydı da biz onlara yol vermədən getməliydik. Bizdə tam üstünlük idi. Onlarda isə deməli əsas seksiyada qırmızı olacaqdı, əlavə seksiyada yaşıl olacaqdı. Yəni ki, biz burada artıq sağal qaydasından yox, svetoforun əlavə və əsas seksiyalarının göstərişi ilə hərəkət edirik. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkəti. Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Verilişin təşkilatı dəstəyi Azərbaycan Gənclər İdman Nazirliyi. Bu qədər Avtostop bugünlük bitdi. Əgər mənimlə əlaqə saxlamaq istəyirsinizsə 65-155-ə zəng edin və ya 8155-ə SMS yazın. Zənglər və SMS-lər bütün mobil operatorlardan qəbul olunur. Həmçinin əlavə olaraq onu qeydim ki, siz 3w.avtostop.tv saytına daxil olmaqla bütün qanunlardan da xəbərdar olacaqsınız. Əlavə olaraq onu da qeyd edim ki, verilişimizin baş sponsoru Performans Center, sponsor Bakı Sığorta, təşkilatı dəstək Azərbaycan Gənclər və İdman Nazirliyidir. Gələn həftə görüşərik, qismət olsa.